Aha, funksiyanın törəməsi. Bugün yeni mövzuna tanış olacaq uşaqlar. Bəzilərinizə tanışdır, bəzilərinizə yox. Funksiyanın törəməsi. Deməli, funksiyanın törəməsində yenə funksiya alınacaq. Elə bil ki, biz verilən funksiyadan yeni bir funksiya alacağıq. Hesablama işləri var və funksiyanın törəməsində yeni qaydalar var. Artıq bunlara diqqət yetirin ki, çaşmayasınız, tələsməyəsiniz. Qeydlərinizi mütləq götürün özünüzdə. Birinci, funksiyanın törəməsində ən sadəsindən başlayacağım. Deməli, x-in üstündə n düstur formasında yazıram. Törəməni tapan zaman uşaqlar, törəməni tapan zaman, törəmə ştrixlə işarə olunur. Baxın belə, üzərinə ştrix qoyurlar. Bunun törəməsini tapanda üstündəki bu ədəd qabağa gəlir və üstündən biri azalır. N çıx 1 olur. Məsələn, deyəlim ki, x-in üstündə 7 yazmışam. Bunun törəməsini tapanda 7 qarşıya gələcək. 7-dən biri azalır, qalır burada 6. Olacaq 7 x-in üstündə 6. Və yaxud da ki, başqa tip misal göstərək. 3x-in üzərində 5 yazıram. Törəməni tapanda. Bu 5-i qarşıdakı 3-ə vuracaqsan əvvəlcə. Olacaq 15 və 5-dən biri azalıb yerində 4 qalacaq. Aydın oldu hər kəsə bu? Bəli. Hı. Çox gözəl. Bitirəm ikinciyə. İkinci də uşaqlar, x olanda, x özü tək funksiyadır, baxın. Bunun törəməsini tapanda bu x-in törəməsi bizə 1 verəcək. Yəni, harada sadəcə x görsəniz, bilin ki, törəməsi bizə 1 verir. Məsələn, 2x-in törəməsi bizə 2 verəcək. Çünki bu x-in törəməsi 1 idi, 2-ni də 1-ə vuranda 2 verəcək. Məsəl üçün, yazıram ki, mənfi 5x-in törəməsi. Bizə elə nə verəcək bu da? Özü mənfi 5-in özünü verəcək. Bu belə. Sonra üçüncü. Sabitin törəməsi uşaqlar sıfıra bərabərdir. Çünki sabit deyəndə ədəd də orada. Yəni məhsul yoxdur, x yoxdur, bir şey yoxdur. Ona görə törəməsi sıfıra bərabər olacaq. Məsələn, 7-nin törəməsi. Burada x yoxdur. Mən durub nəyin törəməsini tapım? Ona görə bu olacaq 0. Əslində o hardan gəlir, onu başa düşəyin. Bax, məsəl üçün, burada 7-nin yanında x-in üstü 0 var. Çünki x-in üstü 0 özü 1 deməkdir axı. Bunun törəməsini tapanda, bax bu 0 gəlir bu 7-yə vurulur, olur 0. Vurulsun x-in üstündə 0-dan birazdan mənfi 1 qalacaq. Onsuz da mən 0-ı nəyə vururamsa vurum, yenə qayıdıb 0 verəcəyinə görə heç mən burada nə edirəm? X-in özünü yazmağa ehtiyac yoxdur. Sadəcə deyirəm ki, sabitin törəməsi 0-a bərabərdir. Bu öz yerində. Sabit deyəndə ürəyiniz istəyən ədədlər çoxluğundan ədəd götürmək olar. Yəni, bu mənfi 7 də ola bilər, 8 də ola bilər, kök altında 17 də ola bilər. Tutalım ki, mənfi 4-də 3 də ola bilər. Yəni, yanında x olmayan, məhsul olmayan hər şey sabit sayılır və törəməsi də 0-a bərabər olacaq. Aydın oldu hamıya? Bəli, müəllim. Müəllim, həmişə üstü bir olur. Nəyin üstü 1 olur? 1 deyil, o ştrix. Məsələn, Bax, hə, ştrix var, Azərbaycan dilinə biridir. Bax, hə, hə, apostrof işarəsi, belə bir şey. hə, müəllim, elə bilirəm bir O deyil. işte yox, 1 deyil. 1 olsa belə yazardım da 1 kimi. Bu ştrix işarəsidir. Törəmə deyəndə Hə, ştrix nəzərdə tutulacaq. Aydın oldu? Aha, bu belə öz yerində. Daha sonra bəzi başqa funksiyalar var. Onların törəməsi necə olacaq? Məsələn, 1 bölünsün x-i görəndə, 1 bölü x-i görəndə bunun törəməsi mənfi 1 bölü x-in kvadratına bərabərdir. Nəyə görə? Mən bunu sizə düstur şəklində yazıram uşaqlara. Altından da açıqlamasını verəcəm niyə belə olduğunu. Yəni əsas mahiyyətini başa düşün. Hamısı birinci düstura uyğunlaşır. Bax 1 bölü x-i mən yaza bilərəm x-in üstündə mənfi 1 şəklində. Yəni kəsirdən qurtaranda. Neyniyəcəm? İndi bunun törəməsini tapanda demişdik ki, üstündəki qabağa gəldi. O mənfi 1 qabağa gəldi. X-in üstündə bu mənfi 1-dən biri azalır. Yəni mənfi 1 çıx 1 olur. Bu da bizə verəcək mənfi 1 vurulsun. Gəlin bunu tam yazdım əvvəlcə. X-in üstü mənfi 2. Yəni mənfi 1 ilə mənfi 1-in cəmi mənfi 2 eləyəcək. Bu da mənfi qarşıda qalacaq. Bu 1-in yazmağına ehtiyacı yoxdur. Bu mənfi 2 var ha, x-in üstü mənfi 2-dir. Bunu yazılar 1 bölü x-in üstü müsbət 2 şəklində. Baxın, gördük. Biz neylədik? 1 bölü x-in törəməsini
aldıq ki, mənfi 1 bölü x-in kvadratına bərabərdir. Və göründüyü kimi bütün qaydalar hamısı birinci düstura əsaslanır. Yəni üstündəki qarşıya gəlir, üstündən də biri azalacaq. Buna əsasən bütün funksiyaların törəməsi demək olar ki, tapılacaq. Aydın oldu bu. Siz öyrənəcəyinizsə əsas məsələ baxın budur. Yəni 1 bölü x-in törəməsi deyəndə ağlınıza direkt bu gəlməlidir. Mənfi 1 bölü x-in kvadratı. Aşağıdakı sadəcə bunun hardan alındığını göstərmək üçün yazılıb. Aydın oldu uşaqlar? Bəli. Bu belə. Müəllim, o mənfini anlaya bilmədim mən. Bu mənfi hardan gəldi? Bu mənfi 1 var ha. Məsələn, normalda bizim rasional kəsrlərdə, rasional üstü qüvvətdə belə bir qayda var. A üzərində 3 heç nə, elə A üzərində 3 deməkdir. Əgər mən A-nın üzərində mənfi 3 yazıramsa, bu bir kəsrə bərabərdir. Kəsrin surətində hər zaman 1, məxrəcində isə ədədin müsbət dərəcədən qüvvəti yazılır. İndi mən burada x var, 1 bölü x var. Mən bu 1 bölü x-i x-in üstündə mənfi 1 şəklində yazdım. Bax, mənfi buradan gəldi, çıxdı. Aydın oldu? Başa düşdünlərmi? Müəllim, mən deməmişdim ha. Kim idi? Fatimə sən idi soruşan. Mən idi. Bildin hardan gəldiyini? Mən. Aha. Bu belə. Davam eləyək. Digər funksiyaların da törəməsini tapağım. Sonra bu neçənci idi? 4-cü. Keçək indi 5-ci. 1 bölü x-i yazdıq uşaqlar. Bir də var kök altı funksiyaların törəməsi. Kök altında x-in törəməsini tapanda nə edəcəksiniz? Birbaşa qayda şəklində əzbərləyin ki, yuxarıda 1 yazıram, aşağıda 2 kök altında x yazıram. Bunu niyə yazdım belə? Məsələn, başqa bir nümunə gətirirəm buna. Başqa bir nümunə gətirirəm. Kök altında 3x çıxılsın 2. Deyirlər ki, gəlin bunun törəməsini tapın, görün nəyə bərabərdir. Uşaqlar, kəsrin surətində, lap yuxarıdakı düsturda cüzi dəyişiklik eləyəcəm. Bax, x-in törəməsini yazırlar. Aşağıda isə 2 kökdə x yazırlar. Yəni, x-in törəməsi bizə 1 verirdi, o 1 oradan gəldi. Burada da 2 kök altında x-in özü qaldı. Yəni, bizim qayda olaraq yadımızda saxlayacağımız şey odur ki, kökün içindəkinin törəməsini surətə yazırsınız. Bax, bu şəkildə. 3x çıx 2-nin törəməsini surətə yazırsınız. Məxrəcə isə 2 kökün özünü yazırsınız. 3x minus 2 şəklində. Bunu yazdıq. Bərabərdir. İndi yuxarıda törəməni tapanda, bax, 3x-in törəməsi bizə 3 verirdi. Düzdürmü? 3-ü yazdım. 2-nin törəməsi sabit olduğuna görə 0 verəcək. Ona görə yazmıram onu. Aşağını isə özünün olduğu kimi köçürdürəm. Yəni 3x minus 2 şəklində yazacağım. Baxın, görün, aydın oldu mu? Deməli, kökaltı funksiyalarda surətdə kökün içindəkinin törəməsini tapırsınız. Məxrəcdə isə 2 kökün özünü yazırsınız. Aydın oldu uşaqlar? Müəllim, 3x hardan aldınız? 3x hara yazmışam ki, mən hardan aldım da deyəm. Misalı şərtinə 3x yazmışam da bura. Hardan alasıyım? Bax bura. 3x çıx 2 yazmışam, düzdür? Bəli. Misal olaraq yazmışam da bu nümunə kimi. Surətdə nə yazıram birinci? Bildim mən. 3x çıx 2-nin törəməsini. 3x-in törəməsi 3 verir. Bunu öyrəndikdə bayaqları yanında x olan hər bir şeyin törəməsi ilə qabağındakına bərabərdir də. 3x-in törəməsi 3 verdi. Bu 2 sabitdir. Sabitlərin törəməsi də 2 sıfıra bərabərdir. Ona görə yazmayacağım. Aşağıdakı nə yazıram? Qaydaya bax, 2 kökün özü. Aşağıya bax, 2 kökün özü. Aydın oldu? Bəli, mən bildim. İndi başqa bir nümunə yazım. Gəl sən de bunu. Məsələn, yazıram kök altında olsun 4 çıxılsın 5x. Bunun törəməsini tap. Sən de mən yazım. Mənim 4 sabit olduğu üçün 0 olur. Onu yazmırıq. Bəli. Mənfi 5x-in 5 törəməsi də bizə elə 5x verir. Mən 5x. x-in törəməsi nə verirdi bizə? Niyə x-i deyirsən ki orada? Məxrəcə nə yazmalıyım? 4 vurulsun. 4 vurulsun niyə yazıram ki? Yəni 4 kök Qaydada, altında. qaydada nə var? Bax, qaydanın qabağında nə var? Birinci növbədə onu deməlisən. Kök altı. 2 var, 2. Düstura baxmırsan yuxarıya. Hamısının qabağında 2 var. Bu 2 olacaq, olmamış olmayacaq. Aydındır? Bu 2-ni yazmalısan birinci növbədə. 2-ni yazdım.
Kökün içinə isə özünü köçürdürəm. Heç bir şey etməyə ehtiyac yoxdur. Burada qeyri-adi, düşündürücü bir şey yoxdur. Sadəcə yuxarıda kökün içinin törəməsi, aşağıda isə 2 kökün özü. Füsu qurtardı. Loru dildə cümləni əzbərləyin və yadınızı saxlayın. Yuxarıda 4-ün törəməsi nə verdi sənə? 0. Bunu yazmıram. Burada -5x-in törəməsi də bizə nə verəcək? Elə 5. -5 işarəsini yemə. Ondan 5. Aşağının da özünü köçürdürəm. Bu şəkildə. 4 çıx 5x. Aydın oldu? Bəli, müəllim. Aha. Diqqətli Müəllim, olun sual lütfən. verə bilərəm. Buyur. Üçüncü dərəcədən kök altında x olsa belə. Yazacağım. Sırayla yazıram hamısını. Hələ ikinci dərəcədən başlayıram. Bu aydın oldu. İkinci dərəcədən başa düşdün, Namiq? Bəli, müəllim, başa düşdüm. İndi baxıram 6-cı qayda. Bu dəfə kökün dərəcəsini yüksəldəcəm. Yazıram ki, 3-cü dərəcədən kök altında x. Bunun törəməsini tapanda uşaqlar, gəlin birinci qayda şəklində yox, həll şəklində yazalım. Bax belə. Bunun törəməsini tapan zaman əvvəlcə kökdən çıxardıram. Bu x-in üstə 1 yazılır da, normalda görmürük biz onu. Oldu 3-də 1. Kökdən çıxartdım 3-də 1 oldu. İndi baxıram nəyə? Birinci qaydaya baxın. Neyi idi? Üstündəki qarşıya gəlirdi, üstdən biri azalırdı. Eyni şeyi bura tətbiq edəcəksiniz. Yəni 3-də 1 qabağa gələcək. X-in üstündə bu 3-də 1-dən 1 vahid azaldacağıq. Oldu bu şəkildə. Yenə burada 3-də 1 qaldı. X-in üstündə 3-də 1-dən birini çıxanda -3-də 2 qalacaq. Bura kimi aydındır, Namiq? Bəli. İndi 3'də 1 yazdım, vurulsun. Demişdik mənfi olanda nə edirik? 1 bölünsün, x-in üstündə müsbət 3'də 2 yazırıq. Bu da bərabərdir. 1 bölünsün 3 qalacaq. Vurulsun 1 böl. İndi baxıram kökə sarılam. Və bu məxrəc dərəcəyə gəlir. Sürət də x-in başına çıxır. Bax bu şəkildə. Və yaxud da yekunda sürəti sürətə vursam. 1'i vurdum 1'ə. 1, 3, 3-cü dərəcədən x-in kvadratı. İndi gəl bunu qayda şəklində. Bu elə bir həll şəklində oldu. Gəlin indi yadda saxlamağa. Belə deyək, test tapmaq yolundayım sizə. Deməli, nə edəcəksiniz? Bax, yuxarıda x-in üstündə 1 yazılır. Bax, x-in üstündə 1 yazılır normalda. Biz bunu görmürük, düzdür? Yazdım x-in yerinə 1'i. Kəsr xətt çəkirəm. Bax, bu kökün dərəcəsini əvvələ yazıram birinci. Sonra qayıdıb yenə özünü yazıram. X-in üstündə bu 3-dən bu 1-ni çıxıram. Burada qalır 2. Aydın oldu. Başarı sən başa düşdünüz. Deməli, bu dərəcə qabağa gəldi. 3-ü qarşıya gətirdim. Yenə öz yerində bir dəfə də elə bir kopyalayıram da. Dərəcəni bir vahiddə bir dəfə sürüşdürürəm qarşıya, bir dəfə də öz yerində qaldı. Sonra x-in üzərində bu 3-dən 1-ini çıxıram 2 qalır. Və bu 1-i də gətirirəm buraya yazıram. Oldu bu şəkildə. İndi buna aid testlərdə test toplusunda var. Gəlin indi ona aid testi həll edəyək. Baxın, burada suallar var. Dərəcəsi yüksək olanda nə edəcəksiniz? Bir də durum uzun uzadı, buna sətr üstür misal həll etmə ehtiyac yoxdur. Deməli, qayda nə oldu? Və bu 5-i bir addım qarşıya çıxartdım. Düzdürmü? Qayda öz yerində yazıldı. Bu 5-dən 4-ün çıxanda x-in üstündə 1 qaldı. Bu 4-ü də götürdüm, sürətə yazdım. Görün hansı variantda var? D variantında. Aydın oldu? Bəli. Namik başa düşdün? Bəli. Bundan biri də qarşıda var. Ona da baxalım. Yəni, hər tip testdən deyəcəm sizə. Öyrənəcəksiniz hamısını. Baxıram indi bura. Bu necə olacaq? Bax, kökü kəsr xəttini çəkdim. Bu 3-ü yazıram yuxarıya. Bu dərəcə 4-ü qarşıya atıram. Dərəcə 4-ü öz yerinə yazıram. Bu 4-dən də 3-ün çıxanda x-in üstündə 1 qalır. Yox, cavab oldu belə. Aydın oldu. Yəni, durum orada 4-də 3 yazdım. Törəmə tapım qarşıya çıxardım. 1 çıxım ehtiyac yox uzatmağa. Qısa konkret belə yadda saxlayırsınız ki, dərəcəni qarşıya çıxartdım. Öz yerində eyni zamanda qalmalıdır. Dərəcələri çıxanda üstləri x-in üzərinə yazıram. X-in qüvvətini isə sürətə yazıram. Bu şəkildə getdi. Başa düşdü hamı yəqin ki. Gəldi indi digər funksiyaların törəmələrinə. Aha. Sual 7. Daha doğrusu qayda 7. Tamam, kök altında x-in törəməsini keçdik. İndi gəlin baxaq nəyə? Biraz da başqa funksiyalara baxalım. Məsələn,
ln x funksiyası var. Ln x funksiyası. Bu natural loqaritm sayılır. İndi nə edəcəyik? Bunun törəməsini tapan zaman yadda saxlayıram. Surətdə törəməsi, məxrəcdə özü. Sözlə yazıramlar. Surətdə törəməsi, məxrəcdə özü. Baxın. İndi nə demək istədiyimə baxın. Törəməsi deyəndə söhbət burada ln-dən yox, içindəki arqumentdən gedir. Bax, söhbət bundan ki, bu ln sadəcə sizə göstəriş verir ki, mən hansı qaydanı tətbiq eləməliyəm. X-i götürürəm, yuxarıda törəməsini yazıram, aşağıda isə özünü yazıram. X-in törəməsi bizə 1 verirdi, burada isə qalacaq X. İndi gəlin buna aid misal tiplərinə baxalım. Məsələn, mən deyirəm ki, ln 8x üzərinə gəlinsin 7. Bunun törəməsini tapın deyir. O elə mənə lazım deyil. Yuxarıda yazmalıyam 8x üstəgəl 7-nin törəməsini. Aşağıda isə 8x üstəgəl 7-nin özünü yazıram. İndi yuxarıda törəməni tapanda bu 7-nin törəməsi onsuz sabit olduğunu görə 0-a bərabərdir. 8x-in törəməsi də bizə 8 verirdi. Düzdürmü? Çünki x-in törəməsi 1 idi, 8-in özü qalacaq. Məxrəcdə isə özünü yazıram. Oldu 8x plus 7. Hamıya aydındırmı? Bəli, müəllim, aydındır. Bu getdi. Davam eləyək. Ona aid trigonometrik funksiyaların törəməsini izah edəndən sonra bu 7-ciyə aid başqa misal tipləri də deyəcəm. Amma sırayla. Hamısını qarışdırmayaq. Hissə-hissə öyrənək, deyəcəm hamısını bir-bir. Törəməni keçəndən sonra limitə keçəcəyik. Limit daha asan gələcək sizə, çünki rahat mövzudur. Baxın indi bura. Deyirəm ki, neçənci qaydanı yazıram mən? 7-dən sonra, gəlir indi 8-ci. Nə qaldı bizdə demədiyim? 1 bölü x-i dedik, kök 6x-i dedik, əsas məsələ, ln x-də dedik. İndi keçə bilərəm trigonometrik funksiyaların törəməsinə, bir də daha sonra mürəkkəb funksiyanın törəməsinə baxacağıq. Əslində bu yazdığımız funksiyaların hamısı mürəkkəb funksiya kimi baxılır. Onu da izah eləyəcəm. İndi qoy başlıq kimi yazım, sonra hissələrə ayıraq. Yazıram bura trigonometrik funksiyaların törəməsi. Bunlar necə olacaq? Trigonometrik funksiyalar bildiyimiz sinusdur, kosinusdur, tangensdir və kotangensdir. Bizə lazım olacaq bu 4 dənə funksiyanın törəməsini öyrənəcəyik. Birinci, sinus x-in törəməsini tapan zaman. Hər zaman yadda saxlayacağınız ilkin şey, bax buradakı bu arqumentdir. Arqumentlərə birinci baxacaqsınız. Birinci yazıram x-in törəməsini. Sonra isə sinus adını dəyişəndə törəmə olanda uşaqlar elə bir funksiya dəyişir. Funksiyanın dəyişməsidir. Sinus adını dəyişib olacaq artıq nə? Kosinus x. Bərabər. İndi bu x-in törəməsi onsuz da bizə 1 verirdi. Yazılmayacaq. Təkcə qalacaq nə? Kosinus x. Sizə mən sual verəndə ki, uşaqlar sinusun törəməsi nəyə bərabərdir? Deyəcək sinus x-in törəməsi kosinus x-ə bərabərdir. Sualı dəyişirəm. Misal olaraq yazıram indi. Məsələn, ora x yazmıram. Yazıram ki, sinus 3x törəməsini tapın deyir. Əvvəlcə nə demişəm mən sizə? Arqument. Birinci arqumentdir. Yol buranın. Birinci 3x-in törəməsini yazıram. Sonra sinus adını dəyişir olur kosinus. Yazıram bura. Kosinus 3x. Bərabərdir. 3x-in törəməsi bizə 3 verəcək. Qaldı burada kosinus 3x. Hər kəsə aydındırmı bu? Bir-biraz çəkməyim də uşaqlar. Müəllim, buna aid bir misal eləyə bilərik. Misal da bu. İndi gəl sənə işləyək birini Fatimə. Bir dənə nümunə yazıram. Sinus 7x yazıram. Bərabərdir. Birinci nəyə baxmalıyıq Fatimə? Arqumentə. Arqumenti, yəni 7x-ə. Yazıram onda birinci 7x-in törəməsi. İndi sinus adını dəyişib olacaq kim? Bəli, kosinus 7x. Aha, bərabər. Bu 7x-in törəməsi bizə nə verdi Fatimə? 7-ni. Bəli, 7-nin özünü verdi. Qaldı burada kosinus 7x. Aydın oldu. Mənim aydındır. İndi keçirəm kosinusa. Sinusdan bu qədər məncə yetərlidir.
Bir dənə də sinusdan başqa arqumentli yazıram. İndi n tip arqument yazmışam bayaqdan. Sinus 3x-in kubu olsun belə. Bunun törəməsini tapağın. Deməli, yenə birinci baxacağım iş arqumentdir. Birinci arqumenti götürürəm, yazıram bura. Yəni 3x-in kubu törəməsini yazdım. Vurulsun. Sinusun törəməsi də bizə verəcək kosinus. Yazıram bura. Kosinus 3x-in kubu. Всё. İndi baxıram nəyə uşaqlar. Bu hissənin törəməsini tapıram. Törəməni tapanda demişdik ki, üstündəki qabağındakına vurulur. Bu 3-ü bu 3-ə vuranda 9. X-in üzərində isə biraz alırdı da kvadrat. Всё, yerdə qaldı burada. Kosinus 3x-in kubu. Aydın oldu. Hər zaman Bəli, birinci müəllim, aydın. Hər zaman birinci arqumentin törəməsini yazmalı. Sinusdan bu qədər nümunə yetər olar hələlik. Keçirəm indi uşaqlar kosinusun törəməsinə. Yazıram bura. Kosinus x-in törəməsi. Yenə birinci növbədə qaydamız nədir? Arqumentə baxmaq lazımdır. Arqumentimiz burada gördüyümüz kimi x-dir. Birinci x-dən başlayıram. Yazıram x-in törəməsi. Uşaqlar, bu dəfə kosinus adını dəyişəndə sinus yox, mənfi sinus olur. Ümumiyyətlə, belə yadda saxlayın ki, bu trigonometriyalarda C ilə başlayanların cavabı mənfi olur. Aydındır? Kotangens keçəcəm, Bəli, orada müəllim. mənfi var. Sinus x yazdım bura. Bərabərdir. Burada x-in törəməsi sonsuzda 1 ilə yazılmış. Qaldı burada mənfi sinus x-in özü. İndi gəlin nümunələr əsasında davam eləyək. Deyirəm ki, kosinus 8x. Kosinus 8x. Birinci nəyə baxmalıyam Fatimə? Arqumentə, müəllim. Arqumentə bax. Yəni Birinci 8. yazıram onda 8x-in 8x törəməsi. Adını dəyişib oldu nə? mənfi sinus Mənfi sinus 8x. Bu da 8x bərabər. 8x-in törəməsi bizə elə 8 verəcək. 8 Və qarşıda mənfi var deyə mənfi 8-i yazdım bura. Mənfi 8 sinus 8x oldu bu şəkildə. Davam eləyirəm indi. Başqa bir nümunəyə gələk. Deyirəm ki, Namiq bunu səninlə davam eləyək. Kosinus 5x kvadrat törəməsini tapaq Namiq. Mənim deməli yazılacaq 5x kvadratın törəməsi Bəli, vurulsun birinci arqumentə baxdıq. vurulsun mənfi sinus 5x-in kvadratı. O da bizə verəcək 10x vurulsun mənfi sinus 5 Birinci 5x mənfini kvadratı. qabağa ataram ən Hə, bəli. yaxşısı. Sonra davamını yazaram da. Oldu mənfi 10x 10x sinus 5x-in kvadratı. 5x kvadratı. Bəli, Nərmin, sənə sual verirəm bir dənə də. Buyur Nərmin, bunun törəməsini tapaq. Bəli. Mən mənfi 7 qız. Bəli, birinci arqumentə yazırıq. Bəli. Aha. Çıxılsın kosinus. Yox, sinus. Mənfi Mənfi sinus deyə də yəni. çıxılsın deməkdir, sinusdur. Mənfi Sinus sinus 7 qız. mənfi 7x. Mənfisini yeməyək. Daha Bəli. özüm mənfi verdim ki, işarə ilə çaşdırıcı görünsün. İndi baxıram, bu mənfi 7x-in törəməsi nə verəcək sənə? Bura nə verdi? Mənfi 7 verdi mi? Bəli. Burada mənfi, burada mənfi. Çevrildi nəyə? Müsbətə. Müsbətə. Düzdür. Onda müsbət Bəli. 7 sinus mənfi Sinus. 7x yazıram. Yadda saxlayıram nəyi? Sinusda uşaqlar. Orada mənfi varsa bu mötərizənin içində o mənfini qabağa yazmaq olar. Deməli, mən bunun yerinə mənfi 7 sinus 7x yaza bilərəm. Kosinusda mənfi mötərizənin içində burada arqumentdə varsa onu nəzərə almıram. Amma sinusda varsa o mənfini qabağa çıxartmaq haqqımız var. Aydın oldu? Bəli. Keçirəm indi tangensin, kotangensin qaydasına. Aha. Üçüncü, tangensin törəmə qaydasına fikir verək diqqətlə. Testlərdə tan yazılır, xoşum gəlmir o yazılışdan. T2 yazacağım mən. Tangens x-in törəməsi. Uşaqlar, birinci növbədə kəsr xətt çəkəcəksiniz. Arqumentimiz burada x-dir. Və burada nə varsa, onun törəməsini surətə yazırsınız. Məxrəcdə isə tangens olanda kosinusun kvadratı arqumenti bura köçürdürsünüz.
İndi x-in törəməsi bizə 1 verdi. Burada qaldı kosinus kvadratı x. İndi gəlin misal tipinə baxalım. Məsələn, deyirəm ki, tangens 8x. Tangens 8x. Bunun törəməsini tapdıq. Əvvəlcə kəsr xətti. Surətdə yazmalıyam 8x-in törəməsini. Məxrəcdə isə kosinus kvadratı 8x-in özünü yazıram. İndi yuxarıda 8x-in törəməsi onsuz da bizə 8 verəcək. Məxrəcdə özünü köçürdüm gedir. Aydın oldu? Bəli. İndi bir dənə də buna əmsallı yazıram. Məsələn, deyir ki, olsun belə. 3 tangens 7x. Bunun törəməsini tapanda. Bu 3 var ha. Bu əvvəldə qalır. Bizim o yazıqla nə işimiz var? Əsas işimiz tangensdəndir. Problemimiz tangensdən, tangensi həll eləməliyik. 3 qaldı orada. Orada arqumentimiz 7x-dir. 7x-in törəməsini yazıram bura. Məxrəcdə isə yazmalıyam. Kosinusun kvadratı 7x. Bərabərdir. İndi burada 3 vurulsun. 7x-in törəməsi 7 eləyəcək. Məxrəcdə isə kosinusun kvadratı 7x eləyəcək. İndi baxıram uşaqlar. 3-ü 7-yə vuranda burada 21 eləyəcək. Məxrəcdə isə olacaq kosinusun kvadratı 7x-in özü. Bu şəkildə. Aydın oldu. Əmsal olanda əmsala da diqqət yetirmək lazımdır. Sonra keçirəm indi kotangensə. Dördüncü. Kotangensin törəməsi. Demişəm uşaqlar, C ilə başlayanların cavabı mənfi olacaq. Bunu unutmayaq. Mənfini atıram qabağa. Yuxarıda yenə arqumentimiz x-i törəməsi, məxrəcdə bu dəfə sinus olacaq. Bax, fikir verin ha. Kotangensdə məxrəc sinusdur, tangensdə məxrəc kosinusdur. Bunu unutmayın. Mənfini yazdım. Yuxarıda x-in törəməsi bizə onsuz da 1 verir. Məxrəcdə isə qalacaq sinusun kvadratı x. İndi gəlin buna aid nümunə tipi atağın altından. Deyirəm ki, 3 kotangens məsələn 5x. Bunun törəməsini tapıram. Əvvəlcə mənfini atıram qabağa. Bu 3-ün də özünü yazıram. Arqumentimiz 5x-dir. Yazıram bura 5x-in törəməsi. Məxrəcdə isə yazmalıyam mən sinusun kvadratı 5x. Bərabərdir. Mənfi 3 öz yerində. 5x-in törəməsi bizə 5 verəcək. Məxrəcə isə yazıram sinusun kvadratı 5x-i. Bu da bərabərdir. Mənfi qaldı. 3-ü 5-ə vuranda 15. Məxrəcdə isə olacaq sinusun kvadratı 5x eləyəcək. Aydın oldu mu? Tangensdən kotangens eyni qaydaya əsaslanırlar. Sadəcə tangensin məxrəci kosinusdur və müsbətdir. Kotangensin məxrəci sinusdur və qarşısında da mənfi olmalıdır. Bunu diqqətə yetirsəniz, heç bir problem yoxdur. Trigonometri funksiyaları da bildiyimiz kimi tangens, kotangens, sinus və kosinusdur. Bunları qeyd elədik. İndi görək nə qaldı? Bir dənə misalların içindən keçim. Həm mürəkkəb funksiyanı deyəcəkdim sizə. Yazıram bura mürəkkəb funksiya. Mürəkkəb funksiya. Demək uşaqlar, mürəkkəb funksiya deyəndə nə başa düşəcəyik? Məsəl üçün, buna aid misal tipləri yazıram. Fx bərabərdir. Deyir ki, 4-də 1 3x-in kvadratı plus 6x-in üzərində 4. Deyir, bunun törəməsini tapın. İndi baxırsınız ki, ay müəllim, bu nə qarışıq misaldır, nədir? Bunun törəməsini tapanda, bayaq nə iş görürdüm? Üstündəkini qabağa gətirirdim. Eyni şeydir də. Mən bunu köçürdürəm birinci. 3x-in kvadratı üstə gəl 6x, üzərinə 4-ü yazdım. Və bunun başına törəmə yazanda, uşaqlar, diqqətlə qulaq asın. Bu 4 var ha, üstündəki 4. O 4-ü qabağa gətirirsiniz əvvəlcə. Və bu 4-ü qabağa gətirəcəksiniz əvvəlcə. 4 qabağa gəldi. Bir dənə də 4-də 1 var idi, öz yerində qaldı. Qalan misalı köçürdürəm. 3x-in kvadratı üzərinə gəl 6x. Artıq burada 4 qabağa getdiyinə görə bundan biri azalır. Qalır burada 3. Bura kimi aydındır? Bəli. Sadəcə üstdəki qabağa gətirdim, heç nə eləmədim. Bir də vurulsun uşaqları. Vurmadan sonra mötərizənin içinə baxırsınız. Bax, bu mötərizənin içi. Bunun törəməsini təzədən tapırsınız. 3x-in kvadratı plus 6x-in törəməsi. Bax, belə başına şiddət qoyuram ki, bilin nəyin törəməsidir. Bərabərdir. 4 ilə 4 getdilər. Qaldı burada 3x-in kvadratı plus 6x mötərizənin kubu. Vurulsun. İkinci mötərizənin için törəməsini tapanda buranın nə verəcək bizə? Bura verəcək 6x. Çünki 2-ni 3-ə vururam 6, x-in özü qaldı. Üzərinə gəl. 6x-in törəməsi də 6 verdik. Yox, bu da oldu bizim cavabımız.
Aydın oldu mürəkkəb funksiyanın törəməsi. Deməli, təkrar deyirəm. Birinci növbədə mötərizənin üzərindəki bu 4 qarşıya gəlir. Üstdən biri azalır, yerində 3 qalır. Ora kimi misal köçürdürəm. Və bir dəfə də mötərizənin içinin törəməsini tapıram. İçinin törəməsini tapanda bizə bu qırmızı yeri verdi. Qalan hər şeyi başdakı ilə köçürmüşəmsə özü qədərdir. İndi baxıram, başqa bir misal tipi də yazıram buna aid. İkinci, kim kömək eləmək istəyir bunu yazmağa? Kimdən yazaq? Mən enik mən. Eləyək. 7-də 1, 5x-in kvadratı plus 5. Mötərizənin üzərində lap yazıram 7. Bunun törəməsini tap görək Fatimə. 7-də 1 yazarıq. 7-də 1 onsuz da yazacağıq da. Birinci nəyə 7 baxmalısın? yazırıq birinci. 7-ni Bəli, yazarıq. bu üstdəkini Üstündə yazın. qalanı. 7 yazıram, sonra 7 misal vursa köçürürəm. 7-də 1. Aha. Sonra 5 kvadratı plus 5-i köçürdərək. Üstdən isə qalacaq artıq burada. 7 ilə ixtisar gedəcək. Yox, bir yəni Yox, sonra gedəcəklə 6 bir qaldı. tələsirsən. Bu üstünün göylə dairəyə aldığım yer bəs bu getməlidir axı. Bu 7 qabağa gəldisə yerində biri qaldı. Tamam qalır. Bir də vurulsun. Demişdik nəyə baxırıq? Mötərizənin içini. Və bunun törəməsini tapmalıyıq. 5x-in kvadratı üstə gəl 5-in ştrixini yazmaq lazımdır. Bərabərdir. İndi 7-lər getdilər. Və bu 5x kvadratı üstə gəl 5-i köçürtdüm Fatimə. Altını da yazdım. İndi bunun törəməsinə baxıram. Bunun törəməsinə verəcək bu iş. A sol 10x. Bu 5-in törəməsi də 0-dır yazılmır. Füsiyo 10x qaldı orada. Aydın oldu. Bəli. Bu da oldu mürəkkəb funksiya. İndi baxıram, başqa nə var görək. Bir dənə ondan deyərəm. Hə. İndi baxıram bu tipli suala. Testdə görəcəksiniz. Onsuz da bundan üçüncü. Yazır ki testdə f(x) bərabərdir. Sinus. Məsələn, orada 1 bölü x yazıb, mən 2 bölü x götürürəm. Elə belə misalı dəyişirəm formasını ki, eyni misal olmasın. Bunun törəməsini tapın deyir. Birinci qaydamız nə idi uşaqlar? Arqumentin törəməsini tapmalıydıq, düzdür? Yuxarıda sinusda, kosinusda nə öyrəndik birinci? Arqumentlər gördünüz. Hamısı arqumentlər, düzülüş arqumentdir. Birinci arqumentin törəməsi tapılmalıdır. İndi gəlirəm bura. Birinci nə edəcəm mən? Arqumentin törəməsini tapacağam. F(x) yazıram. Bərabər. Arqumentimiz 2 bölü x-dir, düzdür? Yazmalıyam 2 bölü x-in törəməsi. Sinusda adın dəyişib oldu nə? Kosinus. 2 bölü x. Bu şəkildə. Bura kimi aydın hər kəsə? Bəli. 2 bölü Bəli, x-in törəməsi uşaqlar bizə nə verəcək? Qaydaların içinə qaydıram. Sizə öyrətdiyim bir qayda var idi burada. Baxın 1 bölü x-in törəməsi nədir? Mənfi 1 bölü x-in kvadratıdır. Onda 2 bölü x-in törəməsi olacaq nə? Mənfi 2 bölü x-in kvadratı. 3 bölü x yazsam mənfi 3 bölü x-in kvadratı. Bu cür davam eləyəcək bu qayda. İndi gəlirəm bura. Deməli 2 bölü x-in törəməsi bizə verəcək mənfi 2 bölü x-in kvadratını. Yerdə qaldı kosinus 2 bölü x. Aydın oldu uşaqlar hər kəsə? Bəli, müəllim. Baxın, yuxarıda nə keçmişiksə aşağıda eyni qaydalar tətbiq olunur. Sonra, indi bunun kosinusdan olan versiyası var. Ona diqqət yetirəyin. Dördüncü tip. Yazıram f(x) bərabərdir. Kosinus, məsələn, yazıram bura 5 bölü x. Bunun törəməsini tapın deyir. Bunun törəməsini tapan zaman yenə arqumenti birinci yazmaq lazımdır. F(x) bərabərdir. Birinci arqumentimiz 5 bölü x-dir. Yazıram 5 bölü x-in törəməsi. Kosinusda adın dəyişəndə mənfi olmalıdır. Mütləq qabağında demişik də c-larla başlayanların qarşısında mənfi olmalıdır. Mənfi kosinus 5 bölünsün x-in kvadrat, 5 bölü x-in özü. Bu şəkildə. İndi baxıram bura. Bunun törəməsi verdi bizə mənfi 5, bu da x-in kvadratı. Yerdə qalan köçürdürəm. Mənfi kosinus 5 bölü x. Baxın uşaqlar bura. Burada da mənfi var, burada da mənfi var. O mənfilər getdi. Qaldı onda müsbət 5 bölünsün x-in kvadratı kosinus 5 bölünsün x şəklində. Aydın oldu. Müəllim, bəs kosinus niyə sinus olaraq yazmadıq? Dəyişməmişəm. Düz deyirsən. Kosinus dəyişib sinus eləyəcək. Bax, görürsən, buradan bura diqqət istəyirləmişəm. Yəni, kosinus adını dəyişdi oldu sinus. Mənfisini yazmışam, sinusunu yemişəm. Oldu burada sinus. Qalan hər şey qaldı öz yerində. Aydın oldu. Bəli, müəllim, aydındır. Bu oldu belə. Törəmədə başqa məncə qayda qalmadı. Bir dənə testlərin üzərindən bir keçid edim. Qaldı y üstü x-in törəməsi, bir də a üstü x-in törəməsi.
İndi link atıram təzədən. Ona qoşulun, orada davam eləyəcəm. Bunun vaxtı qurtardı.